hörmətli tamaşaçılar. Artıq keçən dəfədən də bilirsiniz ki, bizim Bəxtiyarla Səbuhinin Gəncə səfəri başa çatmamışdı. Ötən həftə Şahnaz xanımın da xeyir duasını alandan sonra çəkilişimizi elə Gəncədə də davam etdik. Bir də balam, bu ağır sualın cavabı qısa bir vaxtda necə çıxa bilərdi? Odur ki, özümə qoca Gəncədə nə var, nə yox, hamısını çəkməyə söz verdim. De haydi, gəl Bəxtiyar. Gəncənin dadı damağında qalan Səbuhi yoluna davam dedi. Bazarda sualım var bazarı quruldu. Eşşək əməliyyatının sonu necə oldu? Gəncə səbətinin görünməyən tərəfləri, dadlı Gəncə paxlavasının sirləri, Ustad Nizaminin xatirəsinə hörmətlə. Birazdan. Qocalıq sözünün atımı daşını, şöhrəti ucadır ulu Gəncəni. Bir gözəl sabaha aparır onu, işıqlı, çiçəkli yolu Gəncəni. Adamın çox, məhsulun bol olduğu bir yer var. O da bazardır. Hər bölgənin də bir məşhur bazarı olur ki, Gəncə də bundan xali deyil. Həmişəki kimi əlimizdə mikrofon, çiynimizdə kamera, dilimizdə də sual. Üz tutduq bazara. Salam mələyküm, ay bazar əhli. Salam mələyküm. Necəsiz? Nə var, nə yox? Salam ayana. Çörəyiz bol olsun. Sağ olun, sağ olun. Allah bazar versin. Sağ olun, çox sağ olun. Nə tərsiz? Sağ olun, sağ olun. Yaxşı. Tanıyırsınız bunları? Kimləri, çəkənləri, yoxsa meyvələri? Mənə bax. Sizin yanınıza bilsiz niyə gəlmişəm? Uzaqdan gözüm tutdu sizi. Sağ olun. Niyə tutdu? Nə bilim, nəsə də yəni. Sizə nə deyirlər? Hə? Nəsə yəni bizə nə deyir? Hörmətli tamaşaçılar. Bu adın nədir? Əsəd. Əsəd dayı. Əsəd dayı kimə oxşayır? Sizcə? Hə? Ateş saldat. Bir də Ateş saldat. sağ ol. Əskər atası. Əskər atası. Deyən olub sənə? Yoxsa mən kəşf elədim? Elə siz kəşf edirsiniz. Oradan? Bəli. Həqiqətən ha? Bəli, bəli, bəli. Həqiqətən siz kəşf edirsiniz. Niyə bax? O bığlarımı belləməyin mənası nədir? Onu oxşamaq, o kişiyə oxşamaq yoxsa necə? Yox, indi bizim öz adət-ənənəmizdir. Mənim özümün dəqiq sadımızda öz xoşuma gəlir, özüm də bığımı sağlayıram. Ona oxşamaq üçün yox. Bizə qoy başqaları oxşasın, biz niyə başqaları oxşasın? Rəhmətli kişinin bığları da belə olub. Bəli, atam rəhmətliyində 40-45 şəkilində vuruşubdur. Hə. Atam rəhmətli, bəli, bığları da belə olubdur. Mən də o bığları saxlayıram. Saxlayırsan. Hə, ənənə kimi, bəli. İndi biraz belə şey çıxdı. Yəni o bığları da mən saxlayıram. Bığları mən özümdə saxlayıram kimi. Yox, bizim öz adət-ənənəmiz var da. Biz Azərbaycanlılarımız, Gəncələrimizin öz adət-ənənələrimiz var. Biz də onu saxlayırıq da. Adət-ənənələrimizi qoruduq da. Bığ adət-ənənələrini. Bəli, bəli, bəli. Azərbaycan adət-ənənələrimizi. Əsəd dayı, Bığ da, bəli. sənə desələr ki, nə bilim nə qədər pul verir bığları qır. Yəni indən sonra, bu yaşımdan sonra bığ qırmaq olarmı? Qətiyyən ola bilməz. O pula görə satılmır bu. Onda gərək özümüzü, dövlətimizi, vətənimizi biz sataq. Biz vətənimizi də qoruyuruq, öz adət-ənənələrimizi də qoruyuruq. Sağ ol, halaldır sənə. Əsəd dayı, Bəli. sən bir dənə sual verim də. Buyur. Bax belə bir ənsində dedim ki, çobana Nizami Gəncəvini tanıyırsan, dedi, yox balam, balalarımı tanıyır. Eşitmişəm Nizami Gəncə, bəli. Gəncə şəhəridir. Eşitmisə? Gəncə şəhəridir, Nizami Gəncəvin şəhərində də yaşayırıq, özümüz də Gəncəliyik. Ay, sağ ol. İndi mən sənə bir dənə belə sual verim. Gəncə nə vaxtsa, Gəncə torpağı nə vaxtsa Nizami Gəncəvi kimi insan yetişdirə bilər sizcə? Nizami Gəncəvi kimi insan hər saat yetişəsidir. Hə. Dindən sonra. Ola da bilər. O neçə min il əsrlər ərzində hər insan hər saat yetişmir. Ola bilər yetişər. Yetişə. Bəli. Bəs indi bax hal-hazırda sən gördüyün mühitdə hal-hazırda yox. niyə yox? Niyəsi var axı? Niyəsi də nə bilim, mən o qədər də siz deyən savadlı deyiləm. Olsun da yox. Həyat təcrübəsi ayrıdır. Buna savad Həyat lazım deyil. təcrübəsi bunu deyəndə nətər deyək, qadan Hə. O vaxtın devri ayrıdır, indiki devirlər ayrıdır.
İndi şəraitimiz də, məsələ, o qədər ürəyimizdə kən qüdrət var ki, məsələ, devlətlərimiz, torpaqlarımız alınıb. Biz də onun üçün çalışırıq ki, bizim torpaqlar qayıtsın, bizim də ürəyimiz açılsın, bizim də o dərəcədə səviyyəmiz olsun ki, bəlkə Gəncəvidən də artıq, məsələ, insanlarımız yetişə bilər. Nizami Nizami Gəncəviyə çatan hələ olmaz. o ağla çataq. Ondan bilməz. keçməyini gözüm su içmir. Yox, Heç ona çata çatmağı da gözüm su Yox, içmir. çata Amma bilməz. yenə də nə bilim, Nisbətən. sualdır da verirəm. Görüm Əsəd dayı neçə yaşın var? Mənim 59 yaşım var. 59 yaşın. 59 yaş nə olub sənə belə? İndiki zamanda 59 böyük yaşdır. Onda biz neçə yaşında Yox. o məsələ? Biz gənc şəhərimizə indi elə arzu edirik ki, Hə. qoy 100-120 yaş yaşasınlar. İntihası bizim torpaqlarımız qayıtsın, qoy ürəklə yaşasınlar. O fikri də çəkməsinlər. Biz torpaqlarımızın fikrini çəkirik, dərdini çəkirik. Bizim torpaqlarımız qayıtsa, yəqin ki, bizim cavanlar da ürəklə, şan şöhrətlə yaşaya bilər. İnşallah. Yaşaya da bilər. İnşallah. Bəli. Sənə Biz də arzu edirik ki, bilirdik ki, yaxın vaxtlarda bizim torpaqlarımız da qayıdacaq. Bizim prezidentimizin şərəfsəsi ilə. İnşallah. Əllərimə baxım sənin. Bəxtiyar, bu əlləri görsən, oxşuyur əskər atasının əlinə. Hə? Necə belə də? Biraz razmeri balacadır amma. Kəkəyinimiz də Hə? görsək. Kəkəyinimiz də görsək. Hə, göstər. Oh! Oh! Maşallah! Maşallah. Bu da Halal gözümü. evlatlarımdan mənə yadigardır. 3 evladım əskəri çəkib, ikisi Naxçıvanda, daxili qoşunda, biri Bakıda, biri də bu yaxınlarda institut qurtarıbkən əskəriyə gedəcək. Get də sən də. Mən də gedəcəm də, Ha vaxtdır. torpaq uğrunda, Ha vaxtdır. yayda, Allah qoysa, iyun ayda. Sən getmə. Sən burada elə belə qalıb, Evlatlarımız özü qoruyacaq bizim sən torpaqları. elə burada qalıb simvol kimi əskər atasının belə necə deyərlər, söhbət daha o gürcülərdən filandan getmir. Bəli, əlbəttə, biz Ümumiyyətlə özümüzü- bu bəli, bir bəli, bəli. tipajdır. Yəni Allah səni bu tipdə yaradıb. Həqiqətən də çox şirin bir tipin var. Sağ ol. Diyo sajal, diyo pakal. Nə satırsan? Nə bilim, kişmişdən, ərikdən, ləfədən, noxuddan, Hə. fındıqdan. Allah verəndə nə olsa. Çörəyin çıxırmı? Heç olmasa. Bir təri dolanlıqda. Bitər. Tam için, bəli. Sağ ol dayım. Siz də Allah sağ ol. çörəyi bol eləsin Sağ ol, inşallah. Sağ ol. Sağ ol. Bu qozdan arada bir özünü də yiyirsənmi? Ləpədən. Hərdən yeyirəm. Mənə rəhmətli babam da ləpə alverçisi olub ha. Yaxşı şeydir. Hə, kişim mənim neçə yaşı bir 90-a çatmışdı. Hə. Allah Çatarsan. Allah sizi də 90-a 100-ə çatdırsın. Çatarsan Sabahınız sən də. Nə 90-a qədər ləpə çatır. varsa ağ ləpə. Düzdür, qara ləpəni bizə tərəf ötürürdü, amma ağ ləpəni Yox, elə qaranı da yemək lazım. Qara ondan da şirindir. Eləmi? Bəli. qara ondan da ləpə də yeysən, ağ qüvvətlidir. ləpə də yeysən, sənə ağ günlər qismət olsun. Sizinlə Özünə belə, də sizinlə ailəmə də belə. sağ ol. Sizinlə belə. Çörəyin sağ ol. bol olsun. Sağ olun. Sizinlə belə. Bazarın da qazan. xeyirli olsun. Çox Sağ ol. Allah- Sağ olun. Salam aleyküm. Nə tərsiniz? Keçmək istəyirsiniz, keçin. Nə var, nə yox? Sağ ol qaqa. Ağsaqqal. Necəsiniz? Ağsaqqalsınız siz? Ha, intihar saqqalım qırxılar. Ağsaqqal saqqalın qırxar heç. Evet. Yoxsa qara saqqalsınız? Yox, ağsaqqal. Neçə yaşınız var? 53. Bu nədir? Bu göy göyərti. Sağ ol. Bu Gəncə göyü məşhurdur. Bəli. Niyə məşhurdur? Ona görə torpağı yaxşı yetirir Nə yetirir? göyləri. Göyləri yoxsa insanları? İnsanlar da elə göylərdə. Yaxşı belə deyək də. Bu Nizami Gəncəvini tanıyırsınız? Niyə tanımıram? Nizam Gəncəvi bizim dahi şairimiz olub. Sağ ol. Bəs Gəncə torpağı nə vaxtsa Nizami Gəncəvi kimi şəxsiyyət yetişdirə bilər? Niyə yetişdirmir? Yoxsa ancaq Bir vaxt yetişdirər. yoxsa şair istehsalını dayandırıb ancaq göy buraxır? Yox. Bir vaxt onu təbiət yetişdirir. Nizami Gəncəvini. Yox. Göyləri. Göyləri Nizami təbiət Gəncəvində yetişdirir. onu da təbiət yetişdirir. Ha baxsa tarix yetişdirir də. Bir vaxt Gələcəkmi yetişdirir. yəni? Ha? Belə bir insan gələrmi Gəncədən yenə? Niyə gəlmir ki? Bir vaxt Allah qoysa gələr. Həyəcanlanma, sən belə səmimi danış, qorxma. Mən sən orada kirpi jurnalını verməyəcəm. Gələrmi, gəlməzmi? Gələr. Niyə gəlmir? Gələr. Hə. Gözün su içir. Hə, gələr. Çıx bir dənə şəhərdə fırlan gör. Cavanlar oxşuyur onun nəsə belə əqli, təfəkkürü, təxəyyülü. Oxşuyur niyə? Kişi kimi. Vallahi.
Yoxşamır ki. Nizaminin əcdadları İşim deyil. qalmısan özüm öyle bu qara batmış maşın kimi. Yox, İncitməyim səni. Yox. Adın nədir? qəşəm. Qəşəm. Qəşəm kişi. Əli ver mənə. Çörəyin bol olsun. Sağ ol. Bu göylər sənindir yoxsa hardansa alırsan? Alıram hardansa. Hardansa alırsan. Hə. Özün yiyirsənmi? Yeyirəm hə. Təmiz yerin göylər. Təmiz yerin göyləri. Yaxşı. Bu Gəncə göyü var ha. Gəncə göyündən başqa nəyə məşhurdur? Göydən başqa insanları. İnsanları, Hə. insanları indi məsəl üçün Nizami Gəncəvi, Məsəti Gəncəvi, ondan sonra bunlar hamısı Cavad Dün- xan. dünyalarını dəyişib gediblər. İndi nə çıxır bəs ortaya? İndi elə Göydən başqa. çıxacaq da bir vaxt. Hələ yox. Sağ ol. Özüm ölüm, yaman elişmişdin ha. Hava Yox. qaralmadan deyirəm qoy çıxım gedim. Sağ ol. Sağ ol. Sağ ol. Gözlərinizi dörd açın. İkisi özünüzdə, ikisini də qonşudan alıb diqqətlə mavi ekranlarınıza baxın. Çünki indi gördüklərinizə yaxşı-yaxşı baxmalısınız ki, gözünüzə Bəxtiyar olsaydı deyərdi xəncər verin. Nəysə, xəncər qalsın bir tərəfdə, görün bu sənətkar nə təri sənətkardır. Vallah, halal olsun vətən oğlu. Balam bir əl işləri muzeyinə girdik. Soruşduq ki, bu Əndirabadi şeyləri kim düzəldir? Dedilər ki, bir kişi var. Hörmətli bir, belə deyək, orta yaşın nümayəndəsi ağsaqqallığa doğru gedən bir Şaiq müəllim var. Və əl işlərinə heyran olduq, həqiqətən də heyran olduq. Çünki bu insanın o necə deyərlər, göz nuru ilə düzəltdiyi, naxış vurduğu sümükdən, nə bilim gümüşdən, poladdan və s. və ilə axır düzəltdiyi əl işlərinə heyran olduq, həqiqətən də heyran olduq. Dedik, bu harda düzəldir? Dedilər, öz evində. Biz də elə onun evinə təşrif gətirmişik. Baxın, görün, əl işləri də siz də tanış olun. Üstadın evinə xoş gəlmişik, səfa gətirmişik iş prosesində. Necəsiz? Salam əleykum. Şaiq müəllim, necəsiz? Nə var, nə yox? Xahiş edirəm, əyləşin ustad. Nə var, nə yox? Nətərsiz? Yaxşı olasınız inşallah. Neyinirsiniz? Valla bax, mənim üçün çox maraqlı oldu. Ümumiyyətlə bizim verilişdə həm zarafatın, həm ciddiyyətin və əl sənətlərinin, belə deyək də, bir də sizin əl sənətiniz çox mənə qəribə gəldi. Yəni həm də qəribə gəldi, həm maraqlı gəldi ki, həqiqətən də bu hansısa bir dəzgahdan çıxır, yoxsa insan əlindənmi çıxır? Sözsüz insan əliyi. Təzgahdan çıxsa sənətin biraz. Şaiq müəllim, özünüzü biraz ətraflı təqdim eləyərdiniz, tamaşaçılar da həm də tanıyardı sizi hər tərəfli. Buyurun. 1956-cı ildə anadan olmuşam. 73-cü ildə orta məktəb bitirmişəm. 78-ci ildə indiki Bakı Dövlət Pedaqoji Universitetinin Bədii Qrafikə fakültəsini bitirmişəm. Və elə 78-ci ildən də təyinatla gəlmişəm Gəncə Dövlət bir pedaqoji texnikum var idi. Ora indi humanitar kollec sayılır. 89-cu ilə qədər orada çalışmışam. Və həmin ildən də Azərbaycan Rəssamlar İttifaqına üzv seçilmişəm. 2007-ci ildən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Respublikanın əməkdar rəssam fərqlərindən layiq görülmüşəm. Təbrik edirəm, maşallah. Xalq sənəti üzrə 3 dəfə Respublika müsabiqəsinin layiq. Valla qazdıqca çıxır ha, Şaiq müəllim. Olanları deyirəm. Təvazökarlıq filan. 60-a qədər monoqrafiyanın, elmi məqalənin, jurnal məqalələrinin müəllifiyəm. Elə bir o qədərdən də çox Respublika sərgilərinin, müsabiqə sərgilərinin laureatıyam, iştirakçısıyam və s. Çox gözəl, əlaçı. Ciddi adamsınız siz. Yəqin ki, elə deyil. Mən birdən zarafat edirəm, ha, dəyər sizə. Yox, zarafat mən də xoş deyirəm. Zarafat. Çox gözəl. Bax, indi həqiqətən biz əl işlərinizlə baxdıq belə, yəni şifahi mənada baxdıq. Dedik ki, qardaş, dedilər, üstünə yazmışdılar. Şaiq, familiyanız nə idi? Məmmədov. Şaiq Məmmədov. Dedik, bu əl iş ola bilməz. Yəni, bax, hal-hazırda bunu düzəldirsiniz də, səhv eləmirəmsə. İndi hazırda bunun üzərində işləyirəm. Bir də bu gördüyünüz xəncər üzərində işləyirəm. İş üzərində çıxdı. Yəni, hər iki iş üzərində. Bunun hardasa bir 3-4 günlük işi qalıb. Yəni, hazır bu hissəni. Bu nə olacaq, yəni O qamçı nəticədə? Bax, o belə bir qamçı olacaq. Bu bura geyindirilir. Aha. İçərisində bıçaq yerləşdirilir. Və bu da bunun şarlaq hissəsidir. Bu qamçı olacaq. Bir milli bir qamçı.
gümüşdən cüyür ayağından işlənmiş. Bir qamçılar çox eləmiş. Bu nə yağıdır bu? Bu cüyür ayağıdır. Bu cüyür ayağıdır. Cüyür ayağının özüdür. Bu işləmələri zaten hamısını siz edirsiniz də. Bəli, gümüşdən işlənmə. Burada hazır iş var göstərilmədə. Yəni bax, bu gördüyünüz də elə bir qamçıdır. Vah. Bu hissə şallaq hissə adlanır. Bu göndən hazırlanır. Qotazlarla bir Bu nədir bu? Materialı nədir bu? göndür bu. Göndən hazırlayırsınız. Qayış, aşlanmış qayışdır, göndür, qayış deyilir. Bu hissə 8 tağdır, bu hissə 16 tağdır. 32 tağ olur, 4 tağ və s. Mən onun hamısını öyrə bilirəm, toparlayıram. Bu hissəsi isə gümüşdən işlənilir. Yəni bunlar heç birisi hazır alınma deyil. Hamısını sıfırdan siz yığırsınız. Gördüyünüz kimi gümüşü əridirik, müxtəlif formalara salırıq, sim şəklinə, lövhə şəklinə. Bax Bəxtiyar, Detalları çıxardırıq bunlar hamısı və hamısı əl işidir. işlədilən, istifadə olunan. Və indi görəcəksiniz işləyəndə. Və sonra görürsünüz bu pardaklama əməliyyatı aparılmayıb deyə görürsünüz boz rəngdə. Pardaklama əməliyyatı aparılandan sonra bu da belə parlayır. Yəni iş qutaran. Bunu indi çox qəribə bir belə deyək də xüsusu var bunun. Həm qamçıdır, həm də nədir? Açın göstərin. Bu hissədə mən boş qalmasın deyə içərisində bunun bilirsiniz ki, ümumiyyətlə qamçıdan adətən çölçülükdə çobanlar istifadə edir, minələr istifadə edir və fikirləşmişəm ki, çölçülükdə nə lazım ola bilər. Bu hissə boş qalmasın. Burada bıçaq yerləşdirmişəm. Bu hissədən açılır bu. Gördüyünüz kimi belə bir bıçaq. Hörmətli tamaşaçılar, izləyin. Bu həm qamçıdır, həm bıçaqdır. Sonra nədir? Sirrini də açılır. Bu nədir? Bax, bu nədir? Bax, Şahiq müəllim. Bu hissə sümükdən hazırlanıb. Nə sümüyüdür Mal bu? sümüyüdür bu. Malın sümüyünü necə belə bu formaya gətirirsiniz? Əldə yolmaq yolundan. Hamısı evdə. Ancaq evdir. Sizin emalatxananız evdədir. Bəli, bu emalatxana buradır, bax bu motorlardan. Bax, buradan açılır bu. Burada mən benzin bakı yerləşdirmişəm. Yəni bunun içərisində benzin tökülür. İçərisində bunun pambıq bir də fitil var. Sonra bu hissədən də açılır bu. Onu da deyim ki, bu tiyəni də dəyişmək olur burada. Bu hissənin bu rezva iləndir. Və bu hissədə də alışqan yerləşdirmişəm. Benzin tökəndə, indi mən özüm siqaret çəkən deyiləm. Çəkənlərə də yaxşı münasibət bəsləyirəm. Ay, sağ ol, əlaçı. Benzin tökəndə bura, yəni bu buradan alışqandır. Yanır bu benzinin içində hazırda benzin yox. Yəni həm alışqandır, həm bıçaqdır, həm yığılanda da olur. Deyim mən, siz görürəm, maraqlanırsınız. Ümumiyyətlə, bayaq sənətlərin adını çəkən, bizim bu məşğul olduğumuz sənətdə bir neçə sənət sintezindən əmələ gəlir. Nədir burada? Bu gördüyünüz bu işləmə adlanır silah-sazlıq nümunəsi. Silah-sazlıq. Silah-sazlıq. Bu ayrıca bir sənət növü. Silah-sazlıq. Bu artıq gedir, görürsünüz bu da gümüşdən işlənilir. Bu gedir artıq gümüşbəndlik sənəti. Bir məlumatı da deyim ki, əgər bu qızıldan işlənmiş olsaydı, olacaqdı zərgərlik məlumatı. Gümüşdən işləndiyinə görə baxın, hörmətli tamaşaçılar, bu tamamən əl işidir. Şahiq müəllimin əl işi. Sonra bax bunun özü, görürsünüz, bundan onun fərqi odur ki, bu şəbəkə üsulundan işlənib, arxası görünür, setqat belə deyək də, arxa yüzü görünür, şəbəkə üsulundan işlənir. Bu nə daşıdır Şahiq müəllim? Bu çinidir, üstünə emal olur, çinidir bəli. Yəni farfurdur. Sonra bax bu isə yenə başqa bir texnologiyadan işlənilir. Burada inək boynuzudur bu, təbii olaraq. Boynuzun üzərinə gümüş oturdulub. Yəni bunlar artıq gedir gümüşbəndlik sənəti. Yəni gümüşbəndlik sənətinlə zərgərlik sənəti demək olar ki, oxşar eyni sənətlərdir. Qızılla işləyənlərə zərgər deyirlər, gümüşlə işləyənə gümüşbənd deyirlər. Bax sizin bir çox əl işlərinizi görürəm mən burada. Bax, deyək ki, bax bu xəncər. Qılınc. Hə, bu qılıncdır. Yapışmışam səhərdən xəncərə. Qılınc. Bu qılınc indi döyüşdə istifadə oluna bilər də bu. Bəli, bu suvenir deyil, möhkəm poladdır bu. Yəni, özdə elastik fikir verirsiniz. Çox da kəsərlidir, yəni saat bundan belə deyək də. Eləməyin. Olan itidir. Bu hissəsi isə bu ümumiyyətlə qılınc haqqında məlumat verim ki, əyri türk qılıncıdır bu. Bu tamaşaçılarımız üçün də aydın olsun ki, çox adam elə bilir ki, əyri qılıncı Dünya Mədəniyyət Xəzinəsinə ərəblər verir. İndi həqiqətdə əyri qılıncı Dünya Mədəniyyət Xəzinəsinə türklər verib. Yəni bu türk qılıncıdır və süvari döyüşündə ilk dəfə bundan istifadə edilirlər. Çox əlverişlidir süvari döyüşündə. Çünki bu yumruq olduğuna görə bu hissə sivri. Atın üstündə bir zərbə ilə bundan başı kəsmək mümkündür. Yəni insan döyüşdə. Çünki bu sürüşə-sürüşə, kəsə-kəsə gedir. Düz qılıncda o. Bunun bu əl tutan yeri nədən düzəldəcək? Bu əl tutan hissəsi isə gümüşdən işlənilib. Gördüyünüz kimi qartaldır da bu baş. Firuzə qaşlar var burada. Gözlərdə. Sonra burada qırmızı şüşədən qaşlar var. Bu
hissə isə bu qartalın başıdır. Bu hissə də bitki formalı ornamentlərdən təşkil olunmuş komponisiya. Və bu yarımçıq işdir. Bunun yəni qılı da bu şəkildə ornamentdən axıra qədər yığılacaq. Belə bir işdir. Allah aldı vallahi. Bax bu sonra buynuzlardan düzəlmişsiniz Bunlar bunu. buynuzlardandır. Boyaq bunu Bursa bura. yoxdur. Bunlar bir cütdür. Ha, buyurun. Zəhmət olmasa. Buyurun. Bunlar fikir verirsinizsə, hər bir inəyin özünün buynuzunun həm rəngi var, həm faktorası var. Bu nə buynuzudur? İnəkdir İnək bu da. buynuzudur, bəli. Bu da inək buynuzudur. Bax burada gördüyünüz bu Şamdan da inək buynuzudur. Fikir verin indi bunların rənginə Allah. və faktorasına. Bu görürsünüz palıdı rəngdədir, palıdı ağ rənglərin çalarlarından. Burada isə Buynuza baxanda bilirsiniz bu dişi ilə erkəkdir. yox, buynuzu onunla məli. Ancaq erkəkdə böyük olur biraz buynuz. Ha, bu indi nədir? Danadır, bu baladır. Danadır, Nədir? bəli, balaca dananın buynuzudur. Orada böyük iş də var, göstərərəm mən sizə. Divardan asılı burada. Yəni ortaq böyük buynuz. Böyük var, mən göstərəm. Bax sonra bu mənim diqqətimi çəkdi. Həqiqətən bu çox belə deyək ki, şah əsər kimi bir şeydir. Bunu da verin mənə qoyun bura. Ümumiyyətlə mən çox kitab üzlüklər eləmişəm. Kitab üzlüyüdür. Kameraya çevirin, xahiş edirəm. Kitab üzlüyüdür. Məhəmməd Füzuli. Bəli, Məhəmməd Füzulinin Leyli Məcnun əsərinin üzüdür. İçərisində kitab saxlanılır bunun. Yəni buradan açılır. Bu şüşənin altında sərgiyə qoymaq üçün qoymuşam. İçərisində kitab var bunun. Kitab qorunmaq üçündür. Qabaq üzüdür bu. Ümumiyyətlə bax bu qıraq hissəni görürsünüz. Bu haşiyə naxışı deyilir. Haşiyə naxışı. Sonra fon naxışları. Bir də ortada göl əvəzinə Füzulinin portreti. Yaxşı, bizim ənənəvi bir sualımız var Şaiq müəllim. Gəncəyə aiddir bu. Biz hansı bölgəyə, torpağa, obaya gediriksə, oraya aid, oraya xas olan bir sual veririk. Buyurun. Ali savadlı insansınız, artıq ağsaqqallığa doğru gedirsiniz. Mən deyim ki, belə bir sual. Görüm cavab verəcəksiniz, yoxsa yox. Biz çalışarıq. Yaxşı. Gəncə və ya gəncəlilərin gözü su içirmi ki, nə vaxtsa Şeyx Nizami kimi bir şəxsiyyət yetişdirir? Ümumiyyətlə, belə deyək ki, tarix təkrarlanır, tarix inkişafdadır. Aha, Bu söhbət yoxdur, tarix, yəni Tanrı yetişdirir insanları aha. və istərsə indi söhbət yox ki, Nizami bərabərsiz, yəni poeziya sayəsində dahi bir sənətkardır. Dünya poeziyasının estağfurullah Allahıdır, belə deyək. Sözsüz ki, tarix yetişdirə bilər, təkrar Nizamini də yetişdirə bilər, başqa sənətkarlarımızı da yetişdirə bilər, ona işin deyə bilməz ki, yox, yetişməyəcək. Yox, belə deyək də, indi hər yerdə müasirləşmə gedir. Artıq belə deyək də, köhnə kişiləri bəyənmirik bəzilərimiz. Deyirik ki, əşi Nizami Gəncəlidir də filan, çox bəsit. Bax, hal-hazırda, məsəl üçün, bunu deyək ki, mən buna baxsam, adi gözünə deyərəm ki, yəni belə gümüş işləmədir, amma Şaiq müəllim bunda nə əziyyətlər çəkir? Neçə saat işləyib, ümumiyyətlə neçə aya qutarıb bu işləməni, sadəcə bir darağı deyək ki, yəni bığ darağı da olsa, belə bəsit səslənir bığ darağı. Amma sadəcə Nizami Gəncəvi deyib keçən də var. Amma Nizami Gəncəvi həqiqətən böyük bir alim, böyük bir şeyxdir, böyük bir şəxsiyyətdir. Və bizim əksəriyyət gənc nəsil mi deyim, əsas da gənc nəsil və ya ondan aşağı biraz gələcək nəsilə gedən o nəsil deyim, bəzən heç öz tarixini də bilmir, bələd deyil. Gəncədə necə? Yetişəcəkmi yəni Nizami Gəncəvi kimi bir şəxsiyyət, heç olmasa ona yaxın? Gözünüz su içirmi? Ümumiyyətlə, Gəncə bəşər mədəniyyətinin mərkəzlərindən biri olur. Nizami kimi dahini veribsə dünya mədəniyyətinə bu adam, bu şəhər, deməli bu şəhər indən sonra da o şəxsiyyət, Nizamidən sonra da müəyyən şəxsiyyətlər verib söhbət yox, Nizami Gəncəlinin səviyyəsinə yüksəlməsə də. Sözsüz ki, mənim, məsələn, əminəm ki, indən sonra da Gəncə elə bir şəxsiyyətlər verəcək tarixə. İnkişaf da var, ondan sonra... Gözü su içir yəni? İçir, bəli, sözsüz. Heç olmasa tanıdığınız bir barmaq qatlayacaq bir namizət varmı? Yox, indi mən demirəm, yox, tanıyırsınız? Bu illərdə indi yetişəcək, Nizamiyə bərabər amma deyirsiniz nə vaxtsa? Nə vaxtsa yetişə bilər sözsüz. Biz təbii ki, indi nə vaxtsa deyirik ki, nə vaxsa... Yəni, bugün Nizamiyə bərabər bu sözsüz ki, mən deyim ki, görsünüz? var. Yox, bugün mən də onu öyrənmək istəyirdim, yəni, çıxarmaq istəyirdim. Bəyək dedim, inkişaf mərhələsində ola bilər yetişsin. Mən bu son sözümü də deyirəm və sadəcə izləyəcəm, yəni iş prosesini. Artıq siz tanış oldunuz Şaiq müəllimlə və onun ər işləri ilə və onun vətənpərvər olduğu ilə ki, həqiqətən dosent ola-ola balam deyir ki,
Yəni maaşımı alaram, qoyaram cibimə, ayağımı uzadaram, yataram. Amma görürsünüz ki, üstünə usta şahiqlə möhrünü qoyaraq ki, nə vaxtsa dünyadan köçüb gedəcəm, heç olmasa vətənimə, millətimə bu şeylər qalsın və muzeyə də bağışlayır. Tamamilə muzeyə də bağışlayır, yəni belə indi daha təmənnalı, təmənnasız nəysə, amma qoyur gedir, nəsə bir şey qoyur gedir. Biz də bax, belə insanları ortaya çıxarmaq istəyirik ki, vətən üçün, millət üçün nəsə bir şey eləsin. Biz Gəncədəyik, sualım var, davam edir. Gəncənin dadı damağında qalan Səbuhi yoluna davam dedi. Gəncə səbətinin görünməyən tərəfləri, dadlı Gəncə paxlavasının sirləri, Ustad Nizaminin xatirəsinə hörmətlə. Birazdan. Eşşəyim ay eşşəyim, yol ver mənə keçəyim. Gəzib gözəl Gəncəni, Bəxtiyarın gözü ilə el obanı çəkəyim. Bu əmini görürsən? Ay eşşək, nə tərs düybə salmısan imkan ver, bu əmini çəkəyim. Sən hələ Allahın eşşəyinin əməlinə bax Hörmətli tamaşaçılar, sizi eşşək əməliyyatına baxmağa dəvət edirəm. Salam aleyküm. Ətərsün, eşeğe tutabilirsən ağsaqqal. Niye ki? Kırçan qırıqdır. Ətərsən. Kırçan qırıqdır. Ver çubuğu gelin gətirim eşeğe. Ver. Orada qıraqda deyəm. Bu tərəfə geysən, Ayax orada iki dənə eşeğe bu tərəfə getdi. Gətirim eşeğe bura. Yanıma gətirim eşeğe. Yox, gətirim eşeğe bura. Gözlə burada gətirim də eşeğe. Bəxtiyar gel gidelim eşeğe tapak gətirir. Eşek kaçtı. Allah belə eşeğe rast düşürməsin bizi. Eşeği görmüşük. Deyirəm eşeği görmüşük ki, pişimlə bir yaxın gələ. Bu əməlli başlı eşəkdir. Hə? Düşək eşək gəlir. Həqiqi bu əməlli başlı, həqqi eşəkdir. Hara qaçdı bu belə getdi? Getmir. Öyün o tərəfdədir. Yox, amanla bunu buradadır. Nəyə də bu indi gəlib ha vaxt çatarsan sən buna? Çatır, mən burada qozdan yanına yiyəcəm, qalxma. Özü gəlir? Gələr, gəlməz də sərəqət cəhənnəmə geç gəlməz, canavar yiysin. Belə şey olar. Eşəkdir də, o yəni də qıyyətlidir, yəni də baxma. 3 zat qoyursan, odun zat qoyursan. Dayı adın nədir? Mənim? Hə. Adım Dilən. Həqiqi adım düz söz deyim canım, adım Diləndir. Adın nədir? Dilən. Dilən. Hə. Dilən dayı. Hə. Nizami Gəncəvi tanıyırsan? Yox, qalaqal, mən başqılan bir o qədər Şeyx Nizami Gəncəvi. Onu tanımıram. Mən yalan deyim, tanımıram. Bəlkə oğlanlarını tanıyam, mən tanımıram. Yaxşı, belə deyək də. Gözün su içir, oğlanlarından nə vaxtsa böyüyüb o Şeyx Nizami kimi insan olalar. Nizami kimi onu qalaqal, mən bağışla, onu o Allah tala bilər. Onu heç kəs bilə bilməz. Sən dəl olmağa baxma. Mən 5 tavadan oxumamışam, tabanım yox. Amma az çox həyatdan təbii ki, təcrübən var, bələdsən bəzi şeylər. Yaxşı, deyirsən Allah bilər. Amma yenə də gözün su içir. Gözün su içir. Oğlanlarından. Öyle olmuyor. Balaca olmayan demden
Olanların ikisi de bir hayatta bir böyle tikilin içinde bak olurdular. Baltaya sapdılar. He? Hansısa bir baltaya sapdılar. Yəni bir işə yarayırlar yoxsa yox? Oğlum şofördür, daddadır. Vayın çalsa, Hə. Hə, zabitdir. vayın çalsa şoför işləyir. Yaxşı, yaxşı. Nə deyirəm ki? Bu eşək var ha. Ha. İmkanın olsa bu eşəyi dəyişdir başqa eşəklə. Ha, sağ olmuş neyim? Daha olsa satacağım diye. Uçam kırıktı. Ay, yox deyil, sən də tərməyə kimi daha belə dağda, daşda, kənddə kəsəkdə tər olmusan. Ben dağlarda gezmişim bana burada. Ben Ayğır bulağında gezmişim. İkisiler tak. Nə bulağı? Ayğır bulağı. Ayğır bulağı. Hə, Bəxtiyara bax maşallah. Gör nə tərdir. Ha, Bəxtiyara. Tanıyırsan Bəxtiyara? Yok, yok. Bu yaxşı oğlandır. Allah da yaxşı eləsin. Sağ ol dayı. Nə idi Dilən dayı? Ha. Dilən dayı sağ ol. Sen de sağ ol. Sənə ruzulu bərəkətli, xeyirli ömür arzulayıram. Sağ ol, çok sağ ol. Ben de sizden arzum. Bunu ki həmişə bir-biri şad-şalayın görmək yaxşıdır. Nə yaxşıdır? Şad-şalayın həmişə bir-biri yaxşı etibarlı Ha. görmək yaxşıdır da. Ha, ki yəni yaxşı olaq, hə deyirsən? Ha, bana. Sağ ol, çox sağ ol. Get, sağ salamat. Deyirəm, harda qaldı əldə səbət, bazardan gələsən. Harda qaldı sovqat gələ, gözün səbətdə qalsın. Beləsini ancaq Gəncədə görə bilərsiz. Beləsi ancaq Gəncədə düzəlir. Ancaq beləsini də biz sizə göstərəcəyik. Bazarda çəkiliş eləyəndə gördük ki, belə Əndirabadi səbətlər var. Dedilər ki, bu səbətlərdən ancaq Gəncədə hörürlər, düzəldirlər, qoşurlar, nəysə. Dedik, balam, kim düzəldir? Dedi, burada sadəcə satırlar, satışını eləyirlər. Bəs bunu harada düzəldirlər? Dedilər, bir ağsaqqal var, evində düzəldir, qoşur, onun da çörəyi səbətdən çıxır. Maraqlıdır, bu səbətdən ancaq Gəncədə hörürlər. Başqa heç yerdə bu səbət yoxdur, tapılmır. Balam, bu səbət nədir ki, ancaq Gəncədə çıxır? Çox maraqlıdır. Ay usta, ay sənətkar, salam aleyküm. Nətərsiniz, nə var nə yox? Sağ ol. Əyləş, əyləş, xahiş edirəm, əyləşin. İşinizdə olun, işinizdə olun. İşinizdə olun. Aha, əsas məsələyə gəlib çıxmışıq. Nə var nə yox, ay sənətkar? Sağlığın sağ ol, laf əla. Adınız nədir? Adı vilayətdir. Vilayət. Bəli, Bu vilayətin vilayətisiz. bəli, bəli. Gəncə vilayətin Bəli, vilayətisiz. bəli. Neçə yaşınız var? Mənim 55. 55 yaşınız var. Neçə ildir bax bu nədir bunlar indi bax qamışdı, nədir bu? Qarğı da qamışdı, bəli, qarğı. Bu bataqlıqda bitir. Külün qırağında. Gedib özünüz yığırsınız. Özümüz də yığırıq, yığdırırıq da, alırıq da. Hamısı elə belə bitir. Öz başından. Mənə dedilər ki, bazarda Bəli. bu səbətdən başqa heç yerdə toxunmur. Yox. Ancaq Gəncədə. Bəli. Nədir bunun xüsusiyyəti Ona ki? görə ki, bu elə dədə-babadan Gəncədə olub da səbət. Ayrı yerdə elə bu əslində Bağmanda. Ha. Bağmanda bu dədə-babadan hamısı Gəncədə olubdu, Bağmanda olub o vaxtı. Da qıraq yerdə yer vaxtda şampuanda içəridə olmayıbdı. Ha. Səbətlərdən yalnız burada olubdu. Bu da irsən keçibdi, atadan, dədədən, babadan belə. Hə. Elə uşaq vaxtında mən bu işlə də məşğul olmuşam. Laf elə 2-ci sinifdə oxuyandan, o vaxtdan. O da Maşallah. gördüm ki, bu sənət Ölür. ölür. İtir batır. 93-cü ildə, 94-cü ildə təmiz yox idi sənət. Daşı işləyən də yox idi, ölən də yox idi, istifadə edən də yox idi. Mən bunu başladım yaşatmağa. Ha, o uşaqlıqdakı o elədiyiniz şeyləri təzədən təzə oyandırdınız. yaşatmağa, Aha. oyandırdım ki, sonra gördüm ki, bu səbət öləndə var da bir neçə, elə bir dedim ki, filan kəs cavan oğlandı, onun atası səbət ölür. Deyim ki, bir də səvəd ölsün o da, Aha. o da işləsin, qoy səvəd yaşasın. Aha. Mən elə başa düşürəm ki, bu səvədi insan ki, öz həyatını qoruyur, özü yaşayırsa da,
sənət də yaşamalıdır. Təbii ki. Sənət ondan da güclüdür, insanın özündən də güclüdür. Mən məsələ gələcəkdə mən o dünyada geçsəm, amma Geçsən. sənət yaşayacaq. Kim yaşadacaq bəs onu? Səbəbi elə... Satdın, qutardın. Yox, indi Allah gecindən versin, getdin. Mən o bilirəm də kimlər var da, uşaqlar var, balaca getirmələr var, onlar Aa. işləyəcəkdir. İndi bu arxivə də baxanda, bu lentiyada baxanda deyəcəklər ki, bu Səvət bu kişi rəhmətlik getdi və Səvət yaşayır. Allah hələ ki Sənət canını yaşayır. sağ eləsin. Sağ ol. Mən həmişə tərəfdarı olmuşam ki, keçmiş adət-ənənələrimiz varsa və ya Bəli. milli o dəyərlərimiz varsa və əl işlərimiz varsa onu çıxartmaq lazımdır. Bəli, bəli. Papaqçılıqdan tut, nə bilim, miskərlikdən tut, ondan sonra zərgərlikdən tut və s. və ilə axır xalçaçılıqdır filandır. Bu da ayrı bir sənətdir. Bu neçənci ildən Gəncədə var? Bu deyirəm də 1800-cü ildən, 1890-cı ildən. Ta o zamandan Gəncə səbəti məşhur olur. Məşhur olur. O vaxtlar o qarıqla yox idi, esnaf yox idi, o üzüm bağları zad var idi, o qabaqlar, üzüm bağlarının hamısı səbət gedirdi. Səbətlərə üzüm yığılırdı, başqa yerlərə gedirdi. O Sovet hakimiyyətinin vaxtında bütün respublikalar səbətdə gedirdi bazarlıqlar. İndi qarıqlarda gedir bəzi yerlərdə. Müasirləşmişik də balam, indi elit təbəqə. İndi ona görə də hər şey mədənidir. Səbətin bazarlığı tam başqadır. Səbətdə bazarlıq edəndə adamın ürəyi açılır. Həqiqətən də valla. Gözəl görsəndir, onun içində hər şey. Rahat gedir, təmiz gedir, xarab olmur, əzilmir, qırılmır. Eləyə də danış. Ay Vilayət dayı, neçə yaşından dedin sən buna başlamısan? Bunu mən elə 13 yaşından, 12 yaşından, bax belə vaxtından mən bunu... Artıq əzbər bilirsən də, bu əlində qırılmaz da bu, tez-tez eləyirsən görə. Belə baxmıram. Mən eləsəm... Belə baxıram ha. Bax, fikir ver. Belə baxıram, gəlmə baxıram mən bunu. Ay Allah, mən olsam əlimi doğrayıb dökərəm. O vaxt uşaq vaxtı mən o qədər əlimi kəsmişəm, o qədər qan gedir ki, çox əziyyətlidir, çox maraqlıdır. Bunu belə yarmağın özü, indiki uşaq, mən indi öyrədirəm onu, onlar belə yarmağı bilmir, bıçaqla elə işləyir. Mən bunu belə yarıram, o yüksək sənətkarların hamısını... Nə axtarsınız? Çox yaran olur da. Bu belə, qarğı yaran deyil, belə, bunu belki qoyursan belə. Belə bunu çox çətindir, qasını basamıyorlar. Nə vaxt bunu yarmaq. O əlifə də batar sən bu. Bu, yox, mən indi ölçəmişəm, mən bilmirəm. Elə səbəb edən var ki, bunu təşəmmür, əlimi kəsir. Əlini elə kəsir ki, belə, elə bir ürgüş kimi. Ona görə də o, indi mən bunları ölçəcəm də o zaman. Bu səbədin axdığıdır, bu qırağıdır, bunu da hördüksən, belə bunu örürsən, belə deyirsən də belə deyirsən, səbədin boyu qalxır. Dənə hörürsən onu. Bu da ki, qamışdan xalça hörürəm də. Bu elə bir dənə hörülür belə, aysa ol. Belə hörülür dənə. Bir bu qalxdıqca boyu biraz... Bu da dedin nədir? Bu da nəyin budağıdır dedin? Burğudur. Burğu, hə. Nə ağacından olur bu? Bu elənin adı burğudur da. Adı burğudur. Burğu ağacıdır. Bu da belə sağlam şeyə oxşur ha, belə. Elə bir o stanok kimi şeydir. Bu 10 ildir bəlkə də məndədir, 10 ildir. Çoxdandan quruyubdur, bunu deməli çıxarsan, sonra belə hökünü salırsan da. Bunu çıxarırsan. Bu elə belə qəlib kimi işlədirsən bunu. Yəni bu üstündə qalmır. Üstündə qalmır. Aydındır. Bunu çıxarırsan, bunlarla işləyəndən sonra, qaytarandan sonra bunları. Onu şeyi salırsan, yaşları. Yaşlıdır, onları. Və yaxud elə qarğının özündən də qaytarırsan, işləyirsən, bunu çıxarırsan, belə də. Yaxşı, belə deyək, bu səbətlər ki var ha, bax bu. Bu səbət nə üçündür bəs? Uşaqlar üçün mərtəbli, baxda uşaqları rəqs edirlər. Rəqsdə ötəndə də, oynayanda əlinə götürürlər, belə rəqs edirlər ondan. Belə. Belə zəxərsən, rəqs edirlər. O Əhməd arada da deyir ki, amma bu bundan olmur da, üzüm səbətidir də o, üzüm səbəti ki, ay qızım deyir, bunlar bilmir, sən ki bilirsən. O var, o kədə də var o səbətlər. Üzüm səbətini gətir oradan qədər. İçəridə var. Gətir, üzüm səbətidir. Bu üzüm səbəti kimi, üzüm. İndi boşluq olanda görsən, o saatdə geçsən, bu saatdə geçsən, nervlərsən.
iş insanın cöhəridir. Nə Təbii qədər ki. işləsən, rahat olursan. Mənim elə şərt elə çörək pulu nəsrəldə mənim vaxtım gedir. Vaxtım məsələ özümün rahatçılıq hiss edirəm. Otururam elə işləyirəm. Çörək pulu da çıxır, həm də ki vaxtım da gedir. Çox boş-boşuna gəzəndə adam biraz nervlənir, gedir elə Hə, təbii ki. Mərdimazar o qədər doludur ki, vallahi axtarmaqla deyir ki, özü gəlib başıma qonur. Bu kimdir bax bu yanındakı? Mənim nəvəmdir. Nəvəmdir, bu da elə həvəskardır. Bunu da bu sənətə söyləyəcəm ki, bu da öyrənsin gələcəkdə. Öyrənirsən sən? Gəl bura görüm, gəl bura yanıma, gəl. Bura gəl, bura gəl. Gəl bura görüm. Tapdalamamı qırarsan, eləyərsən. Adın nədir? İsmət. İsmət, utanırsan? Niyə utanırsan? Gəl bura, yaxına gəl. Mənə bax, neçə yaşın var? 10. 10 yaşın var. Bababı istəyirsən? Çox istəyirsən bababı? Hə? Baban öyrədirmi sənə bundan? Heç düzəldib nəsə? Hə, aklını düzəldir. Bunu başlayıram aklını. Hə. Başlayıram, öyrətdir. Əlin zadın yaralanmır ki. Amma bu da belə baxıram yanaqları qırmızıdır. Sənin kimi ay vilayətdə, elə bir ki balaca vilayətdir. Allah saxlasın. Xeyirli övlad olsun inşallah atasına, anasına, nənəsinə, babasına. Ay vilayətdə. Bir dənə sual vermək istəyirəm sizə. Amma işləyə-işləyə qulaq versən mənə. Nizami Gəncəvi. Bəli. Tanışdır bu ad. Bəli. Deyirsən bilməyənin gözünə ağ gələr. Bəli, Nizami Gəncəvi kimi savadlı insan bəlkə də yoxdur indi. Tarix yetişdirməz. Hələ mən də onu soruşmaq istəyirəm ki, Gəncə çox qədim Gəncə və indi də hal-hazırda inkişaf edir insanları ilə, ümumiyyətlə hər şeyi ilə, sənayesi ilə. Gəncə nə vaxtsa Gəncə torpağı Nizami Gəncəvi kimi şəxsiyyət yetişdirə bilərmi? Gözün su içirmi? Amma təmizin dinən ha, bax. Yəni orada hər hansı bir, nə bilim Allah qismətdir, filandır, feşməkandır. Yetişdirə bilərmi Gəncə Nizami Gəncəvi kimi? Həmən eyni torpaqdır. O şəxsiyyəti yetişdirə bilərmi? Ona bənzər, heç olmasa onun ağlına, təfəkkürünə yaxın. Ona bənzər yetişdirə bilər, amma onun kimi yetişdirə bilməz. O vaxtı devirdə. Aha. İndiki devirdə yox, indiki devirdə o qədər də müasir. İndi o qədər texnika artıb ki, texnika. İnsanlar o vaxt əl yazmaları var idi. Nizami Gəncəvi əl yazmaları yazırdı, hər şey edirdi. İndi elə bir əl yazması yox, hamısı kompüterlə, hamısı maşınka ilə. Söhbət indi əl yazmasından getmir ha, söhbət insanın özündən də gedir. Yəni o qədər zəngin şuurlu bir insan. Olar, niyə geçmir? Dünyada tanınır. Ola bilər. Gəncə torpağının yetişdirdiyi bir övlad dünyada tanınır. Dünyanın ta dörd bucağında tanınır o. Bəli. Ola bilər, elə bir insan niyə yetişə bilər? Gözün su ki? Olar. Biz Azərbaycan xalqının mədəniyyəti kimi inkişaflı mədəniyyət içəridə yoxdur. Özü çox savadlıdır. Azərbaycan xalqı bəlkə də dünya xalqlarına savadlıdır. Sualım var, arayır, araşdırır və nəyisə bir şeyi ortaya çıxartmaq istəyir. İtmiş, batmış hansısa adət-ənənələrimiz varsa, təbii ki, bu bizə düşən bir zəhmətdir. Soraqlaşırıq, çıxardırıq hardansa. Bugün də Gəncədə hansısa bir məqamda və biz vilayət kişinin qonağı olduq. Yəni qonaq o demək deyil, yəni yeyib içmək, belə əsnəmək, gəyirmək filan. Qonaq o deməkdir ki, biz bax bu əl işinin şahidi olduq və biz bunu ekranlara əks etdirdik ki, görün balam, həqiqətən də siz mənə haqq verəcəksiniz ki, o üstü başı bəzəkli-məzəkli qızlarla, o üstü kloklu-müloklu nəsə alıb aparırıqsa, onun içindəki başqa görsənir, səbətin içindəki başqa görsənir. Mən keçmişin tərəfdarıyam, sizi bilmirəm, əgər siz də sağ ol, kişi adamsan ay Səbuhi deyirsinizsə, ünvanımıza yaza bilərsiniz ki, halal olsun. Vilayət işə də halal olsun ki, bu səbət işini neçə 1890-cı ildə bu səbət dərdədir. 1890, bir əsr bundan qalan. Bəli. 1890-cı ildən qalan və davam edən, ondan sonra da hardasa 96-97-ci ildən bəri də dəbə mindirməyə çalışan vilayət kişi, bax, bu işlə məşğuldur. Allah sənə canını sağ eləsin. Çörəyin də bol olsun. İnşallah. Əllərin tutarlı olsun. Evin qonaqlı qaralı olsun. Süfrəlin çörəkli duzlu olsun. Başqa nə deyib? Allah sizə can sağlığı versin. Allah sizin qədəmlərinizi həmişə belə şeylərdə gəlirsiniz ki, belə elə köhnə
adət-ənənələri inkişaf belə inkişaf elətdirirsiniz siz də elə. İnşallah, hə, vasitəçi Bu olur. böyük şeydir. Mən sizin elə televiziya baxanda, Xəzər TV-yə baxanda, həmişə vaxtınızı alıb baxıram ki, görüm orada bir köhnə adət-ənənədə kimlər nə deyəcəkdi, nə qaracaqdı. Ona görə maraqlıdır da, bu çox maraqlıdır. Çox sağ ol. Çox maraqlıdır. Sağ ol, vilayət Sağ ol, dayı. Allah Allah səndən razı olsun. Sağ ol. Sağ ol. Ya bura İsmət. Səni də öpüm. Dedim. Babandan müğayət ol ha. Sən də sonra böyüyüb demək ki, əşi bu nədir? Yığışdır bu qarğıları buradan. Qarğı deyirlər də. Bəli, qarğı. Qarğıları yığışdır buradan. Daha bura beton tökək, nə bilim, nə qaraq, filan fəkməkən. Deməyəsən ha. Yaxşı? Deyən yaxşı. Yaxşı. Sağ ol. Sağ olun, Allah əmanət olasınız. Dadlı Gəncə paxlavasının sirləri. Ustad Nizaminin xatirəsinə hörmətlə. Birazdan. Ey ağzının dadını bilən insanlar, qabağınıza bir stəkan çay süzüb qoyun və diqqətlə bizə baxın. Paxlavanı göstərmək bizdən, təsəvvür etmək sizdən. Nuş olsun. İndiki Samux rayonunun Əhmədbəyli kəndi, amma demək olar ki, Gəncənin qədim kəndlərindən birisi olan Əhmədbəyli kəndindəyik, hörmətli tamaşaçılar. Nə üçün gəlmişik bura? Təbii ki, hər getdiyimiz yerdə bir məqsədimiz, bir missiyamız olur. Balam, Gəncə paxlavasının hazırlanmasını istəyirik, şahid olaq və siz də şahid olasınız ki, balam, bu Gəncə paxlavası da deyirlər. Və onu görək necə hazırlayırlar və onun dadı necə olur. Təbii ki, dadına mən də baxacağım, Bəxtiyar da baxacaq, yenə biz öz sözümüzü deyəcəyik. Amma Şəki paxlavasının hazırlanma mərhələlərində biz sizə çatdırmışdıq, əks etdirmişdik ekranlar vasitəsilə. Amma indi də hal-hazırda Əhmədbəyli kəndində bir evdə Gəncə paxlavasının, məşhur Gəncə paxlavasının hazırlanma qaydasını biz də şahid olacağıq, siz də. İzləyin. Gəncəyə gəlib Gəncə paxlavasının hazırlanma qaydalarını əgər və bişirilmə qaydasını sizə əks etdirməsəydik, hörmətli tamaşaçılar və möhtərəm Gəncəlilər, deyərdiniz ki, Səbuhi getdi Gəncəyə, həmən o qədim el-obaya Gəncə paxlavasını çəkmədi, gəldi, yaxşı qələmə verməzdiniz məni. Şəki paxlavasını belə bəhbəh deyə tanıtdırdın, amma Gəncəyə gəldin, Gəncə paxlavasını tanıtdırmadın. Ar olsun sənə, deyərdiniz. Həmən bu söhbətlər də mənim üstümdə, başımda patlamasın deyə mən də təbii ki, Gəncə paxlavasını çəkməyə gəldim və hal-hazırda görürsünüz, tam komanda olaraq hazırıq və yavaş-yavaş hazırlanır. Təbii ki, bunun iş prosesi, hazırlanma qaydası, bişirilmə, onun üstünə əlavə olaraq çox bir neçə saat əmələ gəlir. Neçə saat əmələ gəlir ana? 2 saat. 2 saat əmələ gəlir. 200 avand olsun. Sizi yavaş-yavaş tanıyaq və tamaşaçılar da tanısın. Bəlkə Bakıdan qohum qardaş da baxıb deyər ki, bu bizim filan kəs deyil, Allah sağ eləmiş. Adınız nə idi? Rızayeva Tamella, Məmmədkar qızı. Rızayeva Tamella, Tamella ana. Tamella ana. Ana, sizin adınız? Qənaət. 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 Qənaət müəllimə. Yaxşı, belə deyək də, sizin yardımçılarınız çoxdur, yoxsa 2 nəfər? 2 nəfərik. 2 nəfərik. 2 nəfərsiz. Əsas qəhrəmanlar təbii ki, bunlar nəvələrdir. O da gəlinizdir. Allah saxlasın, Allah xoşbaxt eləsin. Baxın, indi yavaş-yavaş burada biz görürük ərzaqları. Belə deyək də, başlayın, başdan tamaşaçılar da qoy məlumat alsın ki, Gəncə paxlavası üçün nə lazımdır, hansı ərzaqlar lazımdır və xamırı necə yoğururlar, içinə nə qatışdırırlar, necə bu mərhələlərdən keçir. İndi siz daha yaxşı bilərsiniz. Siz deyəcəksiniz, yoxsa? Yox, etsin Qənaət müəllim. Yaxşı, qoy mən onda bu tərəfə gəlim. Buyurun. Alın mikrofonu, danışın. Paxlavanın xəmirini hazırlamaq üçün
2 kiloqram un, 800 qram qatıq, 6 ədəd yumurta, bir azca duz, bir azca da çayını soda, bir də bir başqa yağ. Bunları, kərə yağı. Bunları həll eləyirik, xəmiri yoğururuq. Xəmir hazır, xəmir artıq başa gəlib, hazırdır, kündələndi, indi də yayılır. Bu paxlavanın xəmirinin hazırlanma qaydasıdır. Yəni elə bir çətin şey yoxdur. Ancaq ən çətini odur ki, közün üstündən götürəndə elə ehtiyatla götürəsən ki, elə bişirəsən ki, yəni o göz oxşuya, xoş olar, qəşəng olar. Yəni nə ötürməyəsən, nə yandırmayasan. Sonra bu içərisində deyim. Deyin, hamısını deyin. Sonra qoz ləpəsi 2 kiloqram çəkilir maşında. Ondan sonra ona nə qədər ləpədirsə, o qədər də pesok tökülür. 2 kiloqram. 2 kiloqram da şəkər tozu. Sonra bundan onu qarışdırırıq, bölürük 5 yerə. İndi eləyəndə görəcəksiniz. Sonra kənarda həm əridilmiş yağ hazırlayırıq. Sonra şəkər tozundan hazırlanmış gülafdır. Bir qədər lumu sıxmışam içərisinə. Bir də şərbət kimi bir stəkan pesok döküb qaynatmışam. Bu üzünü parıldatmaqdan ötəridir. Sonra üzünə qoz rəhliyəndən sonra üzünə qoz ləpəsi düzürük. Qoz ləpəsinin kənarlarına da gözəl görsənmək üçün xaş-xaş əlavə eləyirik. Sonra elə Burada zəfəran var. Zəfəran Bu nə cür istifadə olunur? o üzünə çəkəcəyik bəzək vurmaq üçün. Daha elə bir şey yoxdur. İndi bir də mecmuaya qavlayanda onda diqqətlə baxarsınız, görəsiniz necə qavlanır. 2 kiloqram qoz ləpəsidir, 2 kiloqram da şəkər tozudur. Töküb beləcə qarışdırırıq. Sonra bölürük. 5 yerə bölürük. 5 yerə o bölünməsinin səbəbi nədir? 5 dənə kündə var ona görə. 6 kündə var. Yəni 6 üstü, bir də araları. Hörmətli tamaşaçılar, mən yenə də baxın resepti sizə söyləyim. Mən özüm üçün yazmışam bunu, aparıcıyım. Deməli 2 kiloqram təmizlənmiş ləpə. Təmizlənmiş ləpə o deməkdir ki, yəni sadəcə qərzəkdən, qabıqdan çıxan ləpə yox, onu belə deyək də ayrı olaraq yenə də təmizlənir. O necə təmizlənir ana? Onu biz suda təmizləyirik. Ləpəni qoyuruq balaca. Ləpənin özünü qoyursunuz. Bəli, bir balaca kasanın içinə qoyuruq. Qaynar suyu tökürük üstünə. Başlayırıq sonra onu bıçağın ucundan soymağa. O nazik qabığını. Hə, nazik qabığına götürürük. Ləpə ucu ağ qalır. Əvvəl qovururduq, indi qovurma yaxşı çıxmır. Təmizləmə daha gözəldir. Belə deyək, onu siz təmizləməsəniz, yəni sırf necə qabıqdan çıxıb o ləpəni eləsəniz, paxlavan da necə çıxır? Yaxşı çıxar, intası qara, rəngi qara olur. Rəngi qara olur. Daha gözəl olması üçün. Daha gözəl olmaq üçün biz onu qabıqdan güzgü kimi parıldayır. Bəli, onda parıldayır. Allah qoysa yeyəndə baxacaqsınız, görərsiniz necə ləzzətlidir. O deyir, gəlin üzə çıxdı, gördük ki, nə tərdi. İndi paxlava üzə çıxar, görək nə tərdi. İnşallah. Deməli, 2 kiloqram təmizlənmiş ləpə həmən o haqq hesabla təmizlənir. Kilo yarım yağ. Kilo yarım yağ, yəni kərə yağı. 2 kiloqram un. Yəni bunun hazırlanma qaydasını söylətdə mən sadəcə lazım olan ərzaqları sadalayıram. 3 kiloqram şəkər tozu. Smetan da var burada. Ondan sonra limon var. Xaş-xaş var. Bu xaş-xaş amma paxlava üçün də çaşmasın. Bir də Gəncə paxlavasının bir xüsusiyyəti var ki, bu Bakıdakı kimi qazda zaddan hazırlanmır. Bu qardaş, közdə dədə-baba adətindən onda hazırlanır ki, buna da lazımdır kömür. İndi biz burada yazmışıq 5 kiloqram kömür ki, indi hava da biraz yağışlıdır, ona görə söndürə bilər, yəni avazlaya bilər odu. Ona görə də 5-6 kiloqram kömür alın, qoyun yanınıza. İndi
binada kömür nəyə lazım? Gərək həyətə düşəsiniz ki, orada nəsə eləyə biləsiniz. İndi limon nə üçündür? Limon da onun suyunu sırsan tamını dəyişdirmək üçün. Həm də bizim gülab döyüşü, şərbət hazırlayır. Gülab, limondan acı sıxmışıq. Daha pahalı. Aydındır. Aydındır. Limon da onun üçündür. Və salam, bir də kömür. İndi kömür taparsınız, daha yaxşı olar. Olmaz da həyatda ocaq qaynayırıq çırpılardan, həmin çırpılardan. Qazda olsa nə tər olar? Yox, qazda biz xoşlanmırıq. Bizlik deyil qaz. Bizlik deyil, yox. Qaz bizlik deyil. Qaz bizlik deyil. Balam, Gəncə paxlavası gərək kömürdə pişsin. Kömürdə olmasa onda nə olur? Bakı paxlavası. Buyurun. Buyurun, başlayın. Bismillah. Mecmeni yağlıdır, əlbəttə. Mecvayəni yağlıydı. Bəli. Aha, sonra? Sonra isə başlayırıq yaydığımız küldəni həmin mecmenin içərisinə Sərəcəyik. Balam, valla biz bu anaları əziyyətə salmışıq. Biri var mikrofonsuz iş görəsən, bir də var mikrofonla iş görəsən. Bu analar mikrofonla iş görürlər. Bir tərəfdən işləyirlər, bir tərəfdən də danışırlar. Yəni o elə belə danışıq deyir ha ki, qonşular yığılsın bir araya, hansısa bir qızının gəlinin qeybətini qılsın. Bir də var paxlavanın hazırlanış qaydasını eləyə-eləyə, indi biz nənəmizə, babamıza hansısa bir hazırlanışda desək ki, ay nənə bunu nə tər hazırlayırsan filan deyərlər, sən Allaha balam, get başımı ağrıtma, qoy işimi görüm. Həqiqətən çətin bir prosesdir, həm işləyirlər, həm danışırlar. Elə bir çətinliyi yoxdur, bizim üçün xoşdur, çünki həvəsləndiricidir. İnşallah, inşallah. İndi onu, bu indi hazırlanış qaydasıdır. Bəlkə də indi cəmaatın ağzında, tamaşaçıların ağzında yavaş-yavaş su ifraz olunur. Bu elədir də bəs nə? İndi yeyəndən sonra da gərək biz onu yeyəndə çayla vuranda cəmaatın o göz haqqını halal etdirək ki, ay cəmaat biz Gəncədəyik. Əhmədbəyli kəndində, bəli, Əhmədbəyli kəndində və Gəncə paxlavası hazırlanır. Canlı-canlı biz də, siz də şahidi olursunuz. Hamur da gözəldir. Onu hazırlayan analar da gözəldir. Bəli, bəli. Bəs elədir də. Ona görə yorucu deyil. Bir də mən var ağam axı burada. Ona görə asan da olur hər şey. Bizim üçün lap həvəsləndiricidir, özdə asan bir yoldur. Hörmətli tamaşaçılar, Tamam elana deyir ki, biz belə bu qarda, bu soyuqda, bu yağışda əslində paxlava bişirmək mümkün olmazdı. Amma qismətə bax ki, biz elə istəyirdik paxlava bişirək. Bu da sizin elə bir gəlişinizin, nə bilim, bir növ oldu. Nə oldu? Bir növ oldu, qismət oldu. Əlbəttə qismətdir. Bayram qabağıdır, siz bişirməliydiniz onsuz da. Bişirməliydik, hə. Biz bir nəfər tanış adama bişirməliydik bu paxlavanı. İntihası yağış yağdığına görə təxirə düşdü. Çox təəssüf ki, sizin adınızı eşidəndən sonra dedik nə olur olsun. Yağış da yağsa, qar da yağsa, sizin göydən daş da tökülsə, Allah eləməmiş kimi biz bunu bişirməliyik. Allahın köməkliyi ilə indi hazır eləyəcəyik. Sağ olun, xətriniz əziz olsun. Amma Tamelana, mən eşitdim ki, siz iki bacı, düzdürmü? İki bacı, 200 də müəlliməsiniz. Əhmədbəyli kənd orta məktəbində müəllimə, dil ədəbiyyat müəlliməsi işləyir. Siz dil ədəbiyyat? Bəli, bacım da dil ədəbiyyatdır. Maşallah, maşallah. Onda siz belə deyək də, bu folklor ümumiyyətlə adət ənənədir, ondan sonra milli dəyərlərimizdir. Bunlara daha yaxşı bilərsiniz, çünki siz ədəbiyyatçısınız. Ona görə sevə-sevə Gəncə paxlavasını deyirsiniz ki, Səbu müəllim problem yoxdur, biz o nə deməkdir? Qurban olsun sizə paxlava, qurban olsun sizə Əhməd bəy. Estağfurullah, estağfurullah. Yaxşı mənada deyirəm. Həqiqətən də Əhmədbəyli kəndi sağ olsun, sizin ailəniz də, özünüz də çox qonaqpərvərsiniz. Sizin çörəyiniz, ruziniz həmişə bol olsun, bərəkətli olsun, paxlava kimi şirin olasınız həmişə. Ana, bu hazırladığınız o xəmirdən çıxan kündələr var ha. O kündələr hamısı bir qat deməkdir də. Bəli, bir qat deməkdir. Bunun standart qatı, yəni neçə dənə qat olmalıdır? 7. 7 qat olmalıdır. Yəni o 7-dən az və ya çox? İşte özünün istəyinlədir. Az da eləyə bilərsən, çox da eləyə bilərsən. Amma 6 dənə normaldır. 6 dənə yaxşı çıxır. 6 normaldır. 6 normaldır. İstəyən 7 də elə bilir, 7-dən çox da. Çox da eləyə bilər. Nə cür hazırlayırlar, bişirirlər öz zövqlərinə uyğun.
Ha. Ana indi bu axırıncısıdır. Bəli, axırıncıdır. Axırıncı qatdır. Axırıncı qatını Qoyaq sarı- bismillah. Demək olar artıq qutarır da, qalıb bişməsi. Bəli. Kəsiləcək, üzü bəzənəcək, sonra da ocağa qoyub bişiriləcək. İndi bəzirsiz də indi. Bəli, indi bəzənəcək. Bəxtiyar hazır ol. Kulminasiya nöqtəsi. Hörmətli tamaşaçılar, artıq axırıncı qat qoyulur. Görürsüz. Son həddə həssasiyyətlə, çünki son qatdır bu. Üzü daha gözəl olsun deyən çox astalıqla eləmək lazımdır ki, Cırılmaq nəsə xamır cırılmasın, daha təravətli olsun. Demək, keçmişdə mənim alım kəsəndən keçmiş qadınlar bişirəndə paxlavanı demək həmişə bıçağı yağa batırıb kəsirdilər. Ancaq biz sonra una batırdıq, kəsdik. Gördük ki, una batırıb kəsəndə, yəni yapışmır. İndi batırdınız mı? Batırdınız mı indi? Batırdım. Hər dəfə kəsəndə biləcəm. Hər deməli kəsəyəndə batırırsınız una. Bismillah. Gəncədə belə bir adət var Əhməd bəylidə ki, ayana. Hələ kəsmədən qabaq sizə deyim. İşə başlayana nəsə deyirlərmi? Bax, Ağsuda biz şahid olduq nəsə deyirlər. İndi maraqlansa sizə də deyərəm. Yəni Şamaxıda deyildi. Deyirlərmi nəsə belə bir xalq arasında el içində? Deyirik Bismillahirrahmanirrahim. Ya Məhəmməd, ya Ali, xeyirli olsun ağı şirinliyindən. Bismillah. İnşallah başlayın. Xeyirli olsun. Amin. Amin. Xeyr. Tən ortadan kəsirəm ki, əvvəlcə hamısı düzgün çıxsın. İnşallah. Xamırlar qaçır. Gözəl də göstərən üzünün bəzəyi. Təbii ki, xamır qaçır. Ondan sonra düz kəsilib, əyri kəsilmə məsələsi var. Siz ki, görün bu niyə əlinlə eləyir? Niyə əlinizlə eləyirsiniz? Şotqunu xoşlamıram. Elə bilirəm ki, onun tükü bunun içinə girəcək. Gör, valla qadın məharəti, təmizliyi, səliqəsi ayrıdır balam. Amma indi sexlərdə olsaydı fırça ilə 2 dəqiqənin içində şap-şap eləyib qoyardılar ora. Əllə. O deyirlər, əldə dad var, o da önəmlidir. Atam həmişə deyir ki, anamın əlinə qurban olum, onun əlində dad var. İndi baxacaq. Bir də şotqu ilə eləyəndə bu rəng aralarına da gedir, onda yaxşı olmur. Belə olanda ancaq üzünə gedir. Elə biz bəri başdan yağını da əlavə edirik, tam hazır şəkildə közün üstə qoyuruq. Deməli bu yağı nə üçün tökürsüz bax, sonradan, hazırlanandan sonra? Yağı tökürük ki, mecmuadan çıxardanda asanlıqla çıxsın. Yəni qopartmaq rahat. Çox təəssüf ki, xaş-xaşımız az olur. Eybi yoxdur, eybi yoxdur. Əsas deməli bəzənmə işi qutardı da. Bəzənmə işi qutardı, indi yavaş-yavaş axıra çatırıq. Aparırıq közə. Ya Allah, gedək közə. Görürsünüz, hörmətli tamaşaçılar, tam olaraq kömürdə kömür közü və mecvaya qoyuldu. Həmən bu nə deyirlər buna? Buna nə deyirlər? Nəysə, altlıq. Altlığa qoyuruq. Bunun üstünə niyə qoyuruq? Qoyuruq ki, közü bunun üstünə tökəcəyik ki, paxlava tam qızarsın. O istisi üstünü də bişirsin. Yandıracaqsa şalvar. Eybi yoxdur, eybi yoxdur. Əslində mən bir şey qeyd edeyim ki, hörmətli tamaşaçılar, yəni hava bu səhər biraz yağışlı idi, biraz qarlayırdı demək olar. Qismət, bizdən qismət. Allah'a şükür yaxşılaşdı. Bu da paxlava bişirməyin bizim üçün bir şərait oldu ki, qarlı qışlı olsaydı, yağışlı olsaydı biz hal-hazırda çöldə bax bu kömürü közü qoya bilməzdik.
Deyirəm qismətdən artıq yemək olmaz ay Etibar müəllim. Bugün paxlavanı sizə bişirəcəyik. Səbuhi müəllim gəldi bura çıxdı. Artıq ona bişirdik. Bax nə yağışa baxmadı, nə qara baxmadı müəllimə. Bax özündən küç özündən incə. Səhər tezdən tez gəlsəydin, tənbəl olmasaydın indi sənin paxlavan bişib çıxmışdı. Bəli. Etibar müəllim kimdir Etibar müəllim? Bizim məktəbin direktorudur. Direktorudur. Etibar müəllim buradan salam göndəririk sizə. Hər kəs öz qismətini yeyər. Bu da bizim qismətimizdir. İncinməyin, xahiş edirəm. Hazırdır ana. Hazırdır. Hazırdır. Ya Allah, hazırdır. Hörmətli tamaşaçılar, paxlavamız hazırdır. Gəncə paxlavası. Atın piştonları. İndi keçirik əsas mətləbə. Nədir? Suallarımı da verim. Arxayınca daha sonra paxlavanın dadına baxaq. Nətər məsləhətdir? Lap yaxşıdır, lap yaxşı. Yaxşı. Birinci böyük bacıdan başlayıram. Amma siz qulağınızı tutun ha. Sualı eşitməyin. Gəncə torpağı bir daha Nizami Gəncəvi kimi şəxsiyyət yetişdirə bilərmi sizcə? Məncə Nizami Gəncəvi kimi belə bir şəxsiyyət yetişdirməz. Ona görə ki, Nizaminin yerini heç kəs verə bilməz. Çünki Nizami Gəncəvi böyük mütəfəkkir yazıçıdır. O xəmsəsindən şairdir, o xəmsəsindən, 5 dənə xəmsəsindən dünya ədəbiyyatında özünə yüksək yer tutmuşdu. Həqiqətən də elədi, o xəmsələrdən demək daha da məşhurlaşmışdı. Onu ikinci bir gəncə şair yetişdirə bilməz. Ana, eyni sualı sizə də verirəm. Gəncə torpağı Nizami Gəncəvi kimi bir şəxsiyyət yetişdirə bilərmi? Nə vaxtsa? Bəlkə də ola bilsin ki, yetişdirsin. Ancaq nə bilim, Nizami elə bir peyğəmbər idi. Gələcəyi görən idi. Yəni o, nətər deyim, poeziyamızın günəşidir. Yəni o günəşi bir də onun kimi parlatmağa, yəni inanmıram ki, elə bir şəxsiyyət gələr. Bunu səmimi olaraq söyləyirəm ki, həqiqətən də Gəncə paxlavasının yeri var və dadı çox mükəmməldir. Bəxtiyar, səni də tövsiyə edirəm, kameranı söndürəsən, bu Gəncə paxlavasından dadasan. Çox sağ olun analar, əllərinizə sağlıq. Sən də biraz diyan, ondan sonra tadına bax, gör dünyada nələr var. Eşidirsən məni? Deyirəm ki, qoy onu kənara, bax Gəncə paxlavasının dadına, gör dünyada nələr var. Gözbə nə ver? Şəkər bura yox. Ustad Nizami, sənin cismini görməsəm də, demək olar ruhunun və nəfəsinin istisini və hənirtisini duymuş kimiyəm. Amma nə yazıq ki, səni hələ anlamayan və dərk etməyən insancıqlar var. Bu çağımda deyərdim ki, dırnaq arası müasir dövrdə sən hələ də təptəzəsən. Azərbaycan bir daha sənin kimi və bənzəri şəxsiyyətlər yetişdirə biləcəkmi? Allah kərimdir. Ustadım, Azərbaycanın sənin cisminə də, ruhuna da ehtiyacı var. Allah sənə rəhmət eləsin ustadım. Yarı zarafat, yarı ciddi Gəncə səyahətimiz Üstad Nizaminin məqbərəsi qarşısında nəticələnir. Və bir sual qoyduq biz ki, ta 2 bölüm olaraq və ardı var dedik. Ardında yenə eyni suala, yenə fərqli cavablar. Sualımız belə idi ki, yenə xatırladım. Gəncə torpağı, qədim el-oba, Şeyx Nizaminin torpağı yenə nə vaxtsa Şeyx Nizami kimi şəxsiyyətlər yetişdirə bilərmi? Sualına cavab olaraq fərqli cavablar çıxdı. Amma təbii ki, bunu sadalamağa ehtiyac da yoxdur. Siz artıq hər şeyi canlı-canlı baxdınız, izlədiniz. Sadəcə biz deyə bilərdik ki, Sualın var komandası olaraq mən və Bəxtiyar, təbii ki, mən danışdım, Bəxtiyar çəkdi.
bizim gözümüz o qədər də su içmir. Niyə desəniz, mən deyərdim, necə ağsaqqallar dedi, Allah kərimdir. Allah bilir, yetişdirər, yoxsa yetişdirməz. Üstad Nizami bir sözüm vardı. Çalış öz xalqının işinə yara, geysin əməlinlə dünya zərxara. Bir sualım var komandası olaraq, əməlimizlə nəyisə əks etdirməyə çalışdıq. İnşallah bu əməlimizlə də dünya olmasa da, heç olmasa xalqımız zərxara girəcəksə, nə xoşbəxt olarıq biz. Təbii ki, sadəcə kiçik bir duz dənəciyi olaraq bizim də şorbada hansısa bir duzumuz olsun deyə biz bu mesajı çatdırmağa çalışdıq. İnşallah şəxsiyyətlər yetişə. O şəxsiyyətlər yetişə bilər ki, o ulu keçmişini, soylu keçmişini unutmaya. Ancaq bundan. Çünki əgər keçmişimizi unutsaq, gələcəyimizi qura bilmərik. Əsla. İnşallah hansı torpaqda, hansı vətəndə olacağıq, hansı sualla müraciət edəcəyik, bu da bir qismət məsələsi. Hələ ki deyirik, özünüzdən müğayət olun.